Salam uşaqlar, hər vaxtınız xeyir. Mən Kimya Ruhu kanalının müəllimi Misəlçi. Bugün sizlərlə kimyəvi reaksiyaların sürəti və kimyəvi tarazlıq bölməsinin, kimyəvi tarazlıq və ona təsir edən amillər mövzusundakı 1-dən 40-a qədər olan sualları izah edəcəyik inşallah. Vaxt itirmədən birinci sualdan başlayaq. Tarazlıqda olan N2O4 birləşməsi, baxın, tarazlıq uşaqlar dönər reaksiyalarda olur. 2 mol NO2 əmələ gəlir. Reaksiyada endotermik reaksiyadır. Deyir, temperaturu və NO2-nin qatılığını necə dəyişdirmək lazımdır ki, tarazlıq sağ tərəfə, yəni bu istiqamətdə yönəlsin. Uşaqlar, ilk öncə başlayırıq temperaturdan. Temperaturu artıranda reaksiya endotermik reaksiya istiqamətində, azaldanda isə eksotermik reaksiya istiqamətdə yönəlir. Deməli, biz temperaturu artıranda reaksiya bu istiqamətdə yönəlir. Endotermik reaksiya olduğu üçün sağa doğru yönələr, mənfi küyə doğru yönələr. Deməli, uşaqlar, temperaturu artıranda reaksiya mənfi küyə doğru, temperaturu azaldanda isə müsbət küyə doğru yönəlir. Ona görə temperaturu artırmaq lazımdır ki, reaksiya sağa yönəlsin. Artırmaq olan variantları götürürük. Cavab ya C-dir ya da Y. NO2-nin qatılığını necə dəyişdirmək lazımdır? Uşaqlar, NO2-nin qatılığı, baxın, mən N2O4-ün qatılığını artırsam, deməli, tarazlıq sağa, NO2-nin qatılığını artırsam, tarazlıq sola yönələr. Hansı maddənin ki qatılığını artırırıq, reaksiya onun olmadığı istiqamət, tarazlıq onun olmadığı istiqamətə yönəlir. NO2-nin qatılığını artıranda tarazlıq yönələcək sola, NO2-nin olmadığı istiqamətdə. Deməli, mən NO2-nin qatılığını azaltmalıyam ki, tarazlıq sağa doğru yönəlsin. Ona görə cavab da oldu C variantı, NO2-nin qatılığını azaltmaq lazımdır. İkinci sual, tarazlıqda olan reaksiyaların hansında temperaturun və təzyiqin artırılması tarazlığı sağ tərəfə yönəldir? Uşaqlar, temperaturun artıranda tarazlıq nə zaman sağ tərəfə yönəlirdi? Mənfi Q olanda, endotermik reaksiya olanda, endotermik reaksiya istiqamətində. Deməli, eksotermik reaksiya olduğuna görə tarazlığı artıraraq tarazlıq əks istiqamətə yönəlir. Eksotermik reaksiyanın istiqamətinin əksinə yönəlir. Deməli, endotermik reaksiyalarda temperaturu artıranda tarazlıq sağ tərəfə, endotermik reaksiya istiqamətində. Deməli, eksotermik reaksiya olan D variantında atırıq, keçirik Y variantda endotermikdir. Deməli, endotermik reaksiyalarda hamısında temperaturu artıranda tarazlıq sağa yönələcək. Keçirik təzyiqə. Təzyiq də uşaqlar reaksiyaya daxil olan və reaksiya nəticəsində alınan qazların mol nisbətinə görə müəyyən olunur. Baxın, reaksiyaya neçə mol qaz daxil olunub B variantında? 3 mol reaksiyaya qaz daxil olub, 1 mol CO, 2 mol da H2O. Reaksiya nəticəsində maye alınıb. Mayenin həcmə, yəni bir aidiyyatı yoxdur, təzyiqə bir aidiyyatı yoxdur. Deməli, təzyiq artırılanda reaksiya təzyiqin az olduğu istiqamətdir. Tutaq ki, burada təzyiq 0-dır, burada isə təzyiq 3-dür. Təzyiqi uşaqlar mol miqdarına görə müəyyən edirik, yəni həcmə görə. Deməli, 1 mol, 2 mol, 3 mol. Bu qazın, deməli, ümumilikdə bu qazların həcmi nə qədərdir? 3 vurulsun 22,4 litrdir də, 67,2 litr. Ümumilikdə başlanğıcda qazların həcmi 67,2 litrdir. Deyirəm, təzyiq artırılanda reaksiya təzyiqin az olduğu istiqamətdə, azaldılanda isə çox olduğu istiqamətdə gedir. Ona görə də cavabımız elə oldu B variantı. C variantına keçirək. Bunlar 3 maddənin üçü də kalsium, deməli, karbonat bərk haldadır. Deməli, təzyiqi 0-dır. Həmçinin kalsium 2 oksidin təzyiqi də 0-dır. Amma CO2-nin təzyiqi 1 mol olduğuna görə 1 götürürük. Deməli, təzyiqi artıranda reaksiya sola doğru yönələcək. Təzyiqin az olduğu istiqamətdə. Ona görə də C variantı yanlışdır. Dəmir də bərk haldadır, su buxar haldadır, yəni qaz halında. 4 mol qaz var. Ferium 2O3 deməli bərk haldadır. Ferium 3O4 bərk haldadır. 4 mol da hidrogenimiz var. Qaz halında olan maddələrin həcmləri bir-birinə bərabər olduğuna görə onların təzyiqləri də bir-birinə bərabərdir. Yəni reaksiyada təzyiqin artırılması, demək, təzyiqi artırsaq tarazlıq yerini dəyişməyəcək. Çünki hər iki tərəfdə onsuz da 4-dür. Üçüncü sual. Reaksiyada tarazlığı sola tərəf yönətmək üçün, bu istiqamətdə sola tərəf yönətmək üçün necə yönətmək olar? Təzyiqi azaltmaqla. Təzyiqə ilk öncə baxırıq. Bərk halda maddədir, bizə lazım deyil. Qaz halındadır. 4 mol qaz var sol tərəfdə, 4 mol qaz da var sağ tərəfdə. Bayaq da dedim ki, uşaqlar, qazların mol miqdarları bir-birinə bərabərdirsə, deməli təzyiqləri də bərabərdir.
Təzyiqi bir tərəfdə azalanda digər tərəfdə də azalacaq da, düz deyil. Təzyiqi 2 dəfə azaltsam H2-nin təzyiqini, H2 onun təzyiqi də azalacaq. Çünki mol miqdarları bərabərdir. Ona görə tarazlıq dəyişməyəcək. Heç birinə getməyən yanlışdır. Temperaturu azaltmaqla, temperaturu dedim ki, uşaqlar artıranda endotermik reaksiya istiqamətində, azaldanda isə əksinə gedəcək. Eksotermik reaksiya istiqamətində. Deməli, temperatur azaldanda reaksiya sola doğru gedəcək. Uşaqlar, bu reaksiya dönər reaksiyadırsa, bu bir tərəfdə mənfi 2-dürsə, bu bir tərəfdə də müsbət 2 olacaq da. Eksotermik reaksiya istiqamətində. Yəni mən reaksiyanın tərsində yazsam, ferium 3O4-ün üzərinə H2 gəlsəm, feriumun üzərinə gəlsin H2 alacaq və reaksiya olacaq müsbət 2, eksotermik reaksiya. Ona görə temperatur azaldanda reaksiya eksotermik reaksiya istiqamətdə, yəni sola doğru gedəcək. 2 bizim cavabımızdır. Hidrogenin qatılığını artırmaqla demişdim ki, hər hansı bir maddənin qatılığını artıranda tarazlıq həmin maddənin olmadığı istiqamətə yönəlir. Həmin maddənin olmadığı istiqamət də sol tərəfdə. Ona görə 3 də doğrudur. 2-3 cavabımız da oldu. C variantı. Keçirik 4-cü suala. Reaksiyada deməli hansı üsulla tarazlığı sağ tərəfə yönəltmək olar? Sağ tərəf bu istiqamət. Gəlin baxaq, suyu buxarlandırmaqla. Uşaqlar, suyu buxarlandırmaq, yəni suyun miqdarı azalır. Suyun qatılığı getdikcə azalır. Su buxarlanır, yəni yox olur, azalır. Suyun qatılığı azaldısa, dedim ki, hər hansı bir maddənin qatılığı artanda tarazlıq onun olmadığı istiqamətdə, qatılıq azalanda isə tarazlıq həmin maddənin olduğu istiqamətə yönəlir. Çünki suyun qatılığı azalır, tarazlıq artıq H2 olan tərəfə yönəlir. Onun qatılığı azalıb ki, daha çox H2 əmələ gətirmək istəyir. Tarazlıq sola yönəldi. Birinci bizim doğru cavabımız deyil. H-brom əlavə etməklə H-bromun qatılığı artanda dedim ki, hər hansı bir maddənin qatılığı artdıqda tarazlıq onun olmadığı istiqamətdə yönəlir. H-bromun qatılığı artıranda tarazlıq yönələcək sola tərəf, uşaqlar. Su əlavə etdikdə uşaqlar suyun qatılığı artacaq. Suyun miqdarı artır axı. Suyun qatılığı artanda tarazlıq suyun olmadığı istiqamətdə, yəni sağa yönələcək. 3 bizim doğru cavabımızdır. H-bromu çıxarmaqla, H-bromu çıxardanda H-bromun qatılığı azalacaq. Reaksiya H-brom olan istiqamətə yönələcək ki, daha çox H-brom əmələ gəlsin. Reaksiya sağa doğru yönələcək. 3-4 cavab da oldu. Y variantı. 5-ci sual. Reaksiya hansı üsulla tarazlığı sağ tərəfə yönəltmək olar? Sağ tərəf. Davam edirik. Temperaturu. Reaksiya endotermik reaksiya olduğuna görə temperaturu artırsaq, reaksiya sağ tərəfə yönələr. Temperaturu artırmaqla, deməli cavabımız ya B-dir ya da D. Keçirik indi təzyiqə. Qaz halında olan maddələrin mol miqdarına baxaq. 1 mol qaz başlanğıcda var. 1 mol. Ümumilikdə 2 mol qaz da reaksiya məhsulunda var. Qaz halında olan maddə. Deməli, təzyiqi artırsaq, reaksiya təzyiqin az olduğu istiqamətə yönələr. Təzyiqi azaltsaqsa, təzyiqin çox olduğu istiqamətə yönələr. Deməli, təzyiqi azaltmaq lazımdır ki, reaksiya mol miqdarı çox olan istiqamətə yönəlsin. Təzyiqi azaltmaq cavab da oldu D variantı. 6-cı sual eyni tipdə sualdır. Baxın, yuxarıdakı reaksiyanın tərsidir. Dönər reaksiyaları tərsinə formada da yazmaq olur. Deməli, tərsinəsi baxın, reaksiya endotermik idi. Reaksiyanı çevirəndə oldu eksotermik. Bayaq bunu izah eləmək istirdim uşaqlar. CH3CO, deməli 1 mol qaz var. 1 mol qaz başlanğıcda var. 1 mol da H2. Deməli, reaksiya nəticəsində 1 mol CH8 əmələ gəlir. Deməli, başlanğıcda 2 mol qaz var. Reaksiya nəticəsində 1 mol qaz əmələ gəlir. Tarazı hansı sağa doğru yönəltmək üçün necə yönəltmək olar? Uşaqlar, eksotermik reaksiyalarda tarazlığı sağa doğru yönəltmək üçün, yəni reaksiyanın istiqamətini, düzünə gedən reaksiya istiqamətində yönəltmək üçün temperaturu azaltmaq lazımdır. Temperaturu azaltmaq. Təzyiq isə uşaqlar bilirik ki, sağa doğru yönəltmək üçün təzyiqi artırmaq lazımdır. Gəlin bir baxaq. Təzyiqi azaldanda tutaq ki, təzyiq deməli azaldanda hansı tərəfdəki mol miqdarı çoxdur, tarazlıq o tərəfə yönələcək. Təzyiqi artıranda isə hansı tərəfdəki qazların mol miqdarı azdır, tarazlıq o tərəfə yönələcək. Ona görə təzyiqi azaltmaq lazımdır ki, tarazlıq sağa doğru, təzyiqi artırmaq lazımdır ki, tarazlıq sağa doğru yönəlsin. Çünki sağ tərəfdə qazların mol miqdarı daha azdır. Ona görə cavabımız da oldu A variantı. 7-ci sual. Hansı reaksiyalarda təzyiqin artırılması tarazlığın sağ tərəfə doğru yönəldər? Gəlin baxaq. Başlanğıcda və reaksiya məhsulunda alınan qazların mol miqdarına baxaq. Başlanğıcda 1 mol azot, 3 mol hidrogen var. Ümumilikdə 4 mol qaz qarışığı var. Reaksiya nəticəsində də 2 mol qaz qarışığı əmələ gəlir. Başlanğıcda 2 mol qaz qarışığı, reaksiya nəticəsində də 2 mol qaz qarışığı. Başlanğıcda 3 mol qaz qarışığı, reaksiya nəticəsində 2 mol qaz qarışığı. Başlanğıcda deməli bərk halda maddədir. 1 mol qaz var. Reaksiya nəticəsində də elə 1 mol da qaz alınır. İndi başlayaq məsələnin davamını oxumaya. Deyir ki, hansı tarazlıq sağ tərəfə yönəlsin.
təzyiq artırılanda. Uşaqlar, təzyiq artırılanda reaksiya qazların mol miqdarı az olan tərəfə yönəlir. Qazların mol miqdarı hansı tərəfdə azdır? Sağ tərəfdə, bu istiqamətdə. Mol miqdarı hər ikisində bərabərdir. Ona görə təzyiqin artırılması və yaxud azaldılması tarazlığın istiqamətinə təsir göstərməyəcək. Həmçinin 4-də də təsir göstərməyəcək. Qazların mol miqdarı bir-birinə bərabərdir. Keçir indi 3-ə baxmağa. Mən də dedim ki, tarazlığın sağ tərəfə təzyiq artırılanda reaksiya, yəni tarazlıq qazların mol miqdarı az olan istiqamətə yönələcək, yəni yönələcək sağ tərəfə. Cavabımız da oldu 1, 3, yəni D variantı. Keçirik 8-ci suala. Hansı hallarda təzyiqin azaldılması zamanı tarazlıq sol tərəfə yönələr? Yuxarıdakı sualın demək olar ki, eyni tipdə sualdır, sadəcə tərsinəsidir. 4 mol qaz reaksiyaya daxil olur, 2 mol qaz alınır. Daha sonra buxardır, yəni qaz halında olan maddədir. 2 mol qaz reaksiyaya daxil olunur, qaz, 4 mol qaz qarışığı alınır. Bərk halında maddədir, bunun mol miqdarı bizə lazım deyil, çünki təzyiq bərk halda maddələrə təsir etmir. Niyə təsir etmir? O bərkdə olsa molekulları sıxdır. Nəyin təzyiq eləyəcək, nəyin sıxacaq da? Heç nə. Ona görə onu nəzərə almırıq. 1 mol qaz reaksiyaya daxil olur, 1 mol qaz qarışığı alınır. Deməli 3 mol qaz reaksiyaya daxil olur, 2 mol qaz qarışığı alınır. Gəlin bir-bir oxuyaq. Təzyiq azaldılanda tarazlıq, deməli, qazların mol miqdarı çox olan istiqamətə yönəlir. Deməli, bu istiqamətə yönələcək. Qazların mol miqdarı çoxdur. Bu istiqamətdə mol miqdarı çoxdur. Deməli, 3-cü reaksiyada heç bir istiqamətə yönəlməyəcək, tarazlıq dəyişməyəcək. Çünki hər iki tərəfdə 1 mol qaz qarışığı var. Dedim ki, son olaraq təzyiq azaldılanda deməli tarazlıq qaz qarışığı çox olan istiqamətə yönəlir. Yönələcək sol tərəfə. Bizə deyir hansı sol tərəfə hansı hallarda yönəlir? 1 və 4. Cavab da oldu C variantı. 9-cu sual. Sistemdə temperaturu və təzyiqi necə dəyişmək lazımdır ki, tarazlıq hansı tərəfə yönəlsin? Sağ tərəfə yönəlsin. İlk öncə temperatur, uşaqlar, eksotermik reaksiyadır. Temperaturu azaltmaq lazımdır ki, deməli tarazlıq eksotermik reaksiya istiqamətində yönəlsin. Temperaturu azaltmaq lazımdır. Gəlirik təzyiqə. Reaksiyaya 3 mol qaz qarışığı daxil olur. Reaksiya nəticəsində 2 mol qaz qarışığı alınır. Deməli, təzyiqi artıraq bir dəfə də azaldaq. Təzyiqi artıranda reaksiya sağ tərəfə doğru yönələcək, qazların mol miqdarı az olan istiqamətə. Təzyiqi azaldanda isə reaksiya sol tərəfə doğru yönələcək, qazların mol miqdarı çox olan istiqamət. Deməli, biz təzyiqi artırmalıyıq ki, reaksiya sağ istiqamətdə yönəlsin. Cavabımız da oldu B variantı. 10-cu sual eyni tipdə sualdır. Endotermik reaksiya isə temperaturu artıranda reaksiya endotermik reaksiya istiqamətində, temperaturu artırmaq olan variantları götürürük. Gəlin qazların mol miqdarına baxaq. Karbon bərk halında maddədir. Onun mol miqdarı, yəni təzyiqi bizə maraq deyil. Reaksiyaya 1 mol qaz daxil olur, 2 mol qaz alınır. Deməli, təzyiqi sağ tərəfə yönəlsin deyir. Sağ tərəfə yönəlməsi üçün təzyiqi azaltmaq lazımdır. Dedim ki, təzyiqi tutaq ki, artıraq. Təzyiqi artıranda dedim ki, tarazlıq qazların mol miqdarı az olan istiqamətə yönələcək. Təzyiqi azaldanda isə tarazlıq qazların mol miqdarı çox olan istiqamətə yönələcək. Deməli, təzyiqi azaltmaq lazımdır. Cavabımız da oldu D variantı. 11-ci sual. Reaksiyada tarazlıq məhsullarının alınması tərəfə necə yönəlir? Məhsulların alınması tərəfə, yəni sağ istiqamətə necə yönəltmək olar? Temperatur, uşaqlar, artırmaq lazımdır. Çünki endotermik reaksiyalarda temperaturu artıranda tarazlıq sağa yönəlir. Burada temperaturu azaltma variantı verir. Bu bizim cavabımız deyil. Təzyiqi artırmaqla gəlin baxaq. Deməli, reaksiyaya daxil olub 2 mol qaz, reaksiya nəticəsində də 4 mol qaz qarışığı alınıb. 2 mol CO, 2 mol da H2. Deməli, təzyiqi artırdıqda tarazlıq qaz qarışığının mol miqdarı az olan istiqamətə yönələcək, yəni sol tərəfə yönələcək. Bizə məhsul alınması istiqamətinə dediyinə görə A variant da cavabımız deyil. H2-nin qatılığı artırdıqda reaksiya yenə sola yönələcək. Demişdim ki, hər hansı bir maddənin qatılığını artırdıqda tarazlıq həmin maddənin olmadığı istiqamətə yönəlir. CO2-nin qatılığını artırdıqda uşaqlar tarazlıq sağa doğru yönələcək. Demişdim ki, bayaq dediyim cümləni təkrar edirəm. Hər hansı bir maddənin qatılığını artırdıqda tarazlıq həmin maddənin olmadığı istiqamətə yönəlir. Ona görə də cavabımız oldu D variantı. Katalizator, uşaqlar, reaksiyanın sürətinə təsir edir, amma tarazlığa təsir eləmir. Niyə təsir eləmir? Onu izah edeyim. Tarazlıq dönər reaksiyadır. Katalizator mən əlavə eləyəcəm reaksiyaya. Katalizator CH4 üzərinə gəlsin CO2 reaksiyasının sürətini artıracaq o öz yerində. Amma katalizator müsbət katalizator olduğuna görə
Reaksiyada dönər reaksiya olduğuna görə CO üzərinə gəlinsin H2-nin sürətini də artırmağa başlayacaq. Hər iki tərəfin sürəti artanda deməli katalizator heç bir təsir göstərmədi ki, ikisinin də sürətini artırdı da. Hər iki reaksiyanın gedişatının sürətini artırır. Yəni reaksiyanın sürətinə heç bir təsir, reaksiyanın sürəti nə idi? Tarazlığa heç bir təsir göstərmədi. Tarazlıq olduğu kimi qaldı. Birinci reaksiyanın sürətini də artırdı, ikinci reaksiyanın sürətini də artırdı. Tarazlıq da olduğu kimi qaldı. Deməli Y variantı katalizator tarazlığa heç bir şəkildə təsir göstərmir. 12-ci sualda da yenə eyni tipdə sualdır. Endotermik reaksiyada deməli temperaturu artırdıqda tarazlıq sağa yönələcək. Bizə nə deyir? Məhsulların alınması istiqaməti, yəni sağa. C variantı yanlışdır. Dedim ki, katalizator tarazlığa təsir göstərmir. Təzyiqi artırmaqla reaksiya uşaqlar başlanğıcda 2 mol qaz qarışığı daxil olur. 1 mol CH4, 1 mol da H2O. Reaksiya nəticəsində də 4 mol, 1 mol CO, 3 mol da hidrogen qazı alınır. 4 mol qaz qarışığı alınır. Ümumilikdə deyir ki, təzyiqi artırdıqda tarazlıq qazların mol miqdarı az olan istiqamətə, yəni sola doğru yönələcək. A variantı da yanlışdır. Hidrogenin qatılığını artırdıqda dedim ki, hər hansı bir maddənin qatılığını artırdıqda tarazlıq həmin maddənin olmadığı istiqamətdə, yəni sola yönələcək. B də yanlışdır. CH4-ün qatılığını artırdıqda isə tarazlıq sağa yönələcək. Çünki hər hansı bir maddənin qatılığını artırdıqda tarazlıq həmin maddənin olmadığı istiqamətə doğru yönəlir. 13-cü sual. Hansı reaksiyada təzyiqin artırılması kimyəvi reaksiyanın yer dəyişməsinə təsir etmir? Kimyəvi reaksiyanın yer dəyişməsinə, yəni tarazlığa təsir etməməsi üçün reaksiyaya daxil olan qazların mol miqdarı ilə reaksiya nəticəsində alınan qazların mol miqdarı bərabər olmalıdır. Reaksiyaya 2 mol NO, 1 mol O2, 3 mol qaz daxil olur. Reaksiya nəticəsində 2 mol qaz alınır. A variantı deyil. Deməli, reaksiyaya 2 mol qaz daxil olur. Reaksiya nəticəsində alınır 4 mol qaz. B variantı da deyil. Reaksiya 3 mol qaz, reaksiya nəticəsində heç qaz alınmır. Ona görə C variantı da deyil. Deməli, reaksiya 2 mol qaz daxil olur. Reaksiya nəticəsində 1 mol qaz alınır. D variantı da deyil. Reaksiya 2 mol qaz qarışığı daxil olur. Reaksiya nəticəsində də 2 mol qaz alınır. Ona görə də Y variantı bizim doğru cavabımızdır. Əgər qazların mol miqdarları bir-birinə bərabərdirsə, təzyiq tarazlığa heç bir şəkildə təsir göstərmir. Təzyiqi buradan artıraram, elə buradan da artar. Sol tərəfdən artıraram, sağ tərəfdən də artar. Ona görə də cavabımız oldu Y variantı. 14-cü sual. Hansı reaksiyada təzyiqin artması kimyəvi tarazlığın yer dəyişməsinə təsir etmir? Yenə uşaqlar eyni şəkildə qaz qarışığının deməli həcmi, yəni mol miqdarı bərabər olan variantı götürürük. A variantında 2 mol qaz qarışığı reaksiyaya daxil olur, 4 mol qaz qarışığı əmələ gəlir. Doğru deyil. B variantında 2 mol qaz qarışığı reaksiyaya daxil olur, 2 mol qaz alınır. Cavab da oldu B variantı. Qaz qarışıqlarının mol miqdarı bir-birinə bərabər olduğuna görə təzyiq tarazlığın yer dəyişməsinə təsir göstərmir. 15-ci sual. Tarazlıq halında düzünə və əksinə gedən reaksiyaların sürətini müqayisə eləyin. Gəlin müqayisə eləyək uşaqlar tarazlıq halında. Tarazlıq halında düzünə gedən reaksiyanın sürəti əksinə gedən reaksiyanın sürətinə bərabər olur. Bu tərifdir. 2, yalnız 2 cavab D variantı. Niyə uşaqlar? Tutaq ki, bir dənə maddə götürürük. Bu maddənin qatılığıdır, bu da zamandır. Deməli, başlanğıc maddə 0-dır. Başlanğıc maddə 0-dır. Reaksiya nəticəsində alınan maddədir. Başlanğıc maddənin müəyyən bir qatılığı var. Reaksiya nəticəsində alınan maddənin qatılığını da bilmirik. Başlanğıc maddənin sürəti V. Qatılıq nədir? Başlanğıc maddələrin sürəti getdikcə azalacaq, çünki reaksiya baş verir axı. Deməli, temperatur ərzində reaksiya nəticəsində alınan maddənin sürəti də getdikcə artmağa başlayacaq. Başlanğıc maddənin sürəti azalacaq, reaksiya nəticəsində alınan maddənin sürəti artacaq. Başlanğıc maddənin sürəti azalacaq, reaksiya nəticəsində alınan maddənin sürəti artacaq və bir nöqtədən sonra bunlar bərabərləşəcəklər. Bax, bu bərabərləşdiyi hala tarazlıq halı deyilir. Deməli, tarazlıq halında düzünə gedən reaksiyanın sürəti əksinə gedən reaksiyanın sürətinə bərabər olacaq. Eyni sual 16-cı sualda da var. Deyir, tarazlıq halında düzünə və əksinə gedən reaksiyaların sürətini müəyyən edin. Bir-birinə bərabərdir. Yalnız bir cavab C variantı. 17-ci sual. Hansı maddənin qatılığını artırsaq tarazlıq sağa yönələcək? Demişdim ki, deməli CO2 ilə O2-nin qatılığını artıranda tarazlıq sağa yönələcək. Demişdim ki, tarazlıq maddənin olmadığı istiqamətə yönəlir əgər qatılığını artırsaq. CO2 bir də O2. Uşaqlar, NO burada katalizatordur. Bizim işimizə yaramır. Yəni katalizator onsuz tarazlığa təsir göstərmir. 1, 2 cavab da oldu. B variantı. 18-ci sual. Nəyi əks etdirir? Deməli, Z üstü S
Deməli, bu uşaqlar tarazlıq sabitinin düsturudur. Tarazlıq sabitini biz bu şəkildə müəyyən edirik. Bundan sonraki bölmədə tarazlıq sabiti üzərində işləyəcək. Tarazlıq sabitinin qiymətini bu şəkildə müəyyən eləyəcək. 19-cu sual. Reaksiyanı verib, deyir ki, sisteminə aid qrafikin hansı hissəsində birləşmə reaksiyasının sürəti zamandan asılılığı doğrudur? Uşaqlar, birinci. Niye birinci? Uşaqlar, x üzərində gəlinsin y müəyyən bir başlanğıc maddədən başlayır. Birinci reaksiya birləşmə reaksiyası. Birləşmə reaksiyasının sürətinin zamandan asılı qrafikini verir. Üçüncü reaksiya parçalanma reaksiyası. Üçüncü reaksiyadan əgər qrafik başlasaydı, onda x, y parçalanır. Olsa dönər reaksiyası da dönər bu istiqamətdə gedər. İkinci, uşaqlar, 2 isə tarazlıq halıdır. Yəni birləşmə reaksiyasının sürətinin zamandan asılı qrafiki deyil. 2 tarazlıq halıdır. Ona görə yalnız bir cavab oldu C variantı. Parçalanma reaksiyasının sürətinin zamandan asılı qrafiki 3, yalnız 3 cavab oldu Y variantı. 3 uşaqlar parçalanma reaksiyasıdır. 3 nədir? Deməli, hər hansı bir maddə sıfırdan başlayıb da x, y-i tərsinə yazırıq. Onsuz da dönər reaksiyadır. Uşaqlar, bu reaksiyanın x üzərində gəlsin y bərabərdir x, y də yaza bilərik. X, y-i parçalaya da bilərik. Qrafikdə də 3-cü 3 məhz x, y-in parçalanma reaksiyasına uyğundur. 21-ci sual. Tarazlığı sola yönəltmək üçün, sol yəni bu istiqamətdə yönəltmək üçün reaksiya mühitini hansı maddə əlavə edilməlidir? Uşaqlar, reaksiyanın deməli sola yönəltmək üçün sol tərəfdə olmayan, məsələn H2O əlavə eləyə bilərəm, bir də CH3, CO, C2H5 əlavə eləyərəm ki, reaksiya sola doğru yönəlsin. Cavab da oldu B variantı. Dedim ki, hər hansı bir maddənin qatılığı artsa, məsələn H2O-nun qatılığı artsa, tarazlıq H2O-nun olmadığı istiqamətdə yönəlir. 22-ci sual. Tarazlığı sağa yönəltmək üçün hansı reaksiya mühitinə hansı maddə əlavə edilməlidir? Ya CH3COH ya da C2H5OH əlavə edilməlidir. Cavab da oldu A variantı. Tarazlıq hər hansı bir maddənin qatılığı artdıqda tarazlıq həmin maddənin olmadığı istiqamətə yönəlir. 23-cü sual. Hansı reaksiyada təzyiqin dəyişməsi kimyəvi tarazlığın yer dəyişməsinə təsir edir? Uşaqlar, təzyiq nə zaman təsir etmir? Əgər reaksiya daxil olan maddələrdə qazların mol miqdarı ilə reaksiya nəticəsində alınan qazın mol miqdarı, yəni həcm miqdarı bərabər olanda təzyiq ora təsir etmirdi. Reaksiyaya 4 mol qaz qarışığı daxil olub, 1 mol N2, 3 mol H2, reaksiya nəticəsində 2 mol qaz alınır. Deməli, təzyiq tarazlığa təsir göstərəcək. Təzyiqi artıranda tarazlıq qazların mol miqdarı az olan istiqamətə, yəni sağa, təzyiqi azaldanda isə tarazlıq qazların mol miqdarı çox olan istiqamətə, yəni sola yönələcək. H2 üzərinə gəlsin xlor 2. Uşaqlar, 2 mol qaz qarışığı reaksiya daxil olub, 2 mol da qaz alınıb, təsir etmir. 2 mol yenə daxil olub, 2 mol alınıb, təsir etmir. Bərk alındı maddədir, 1 mol oksigen reaksiya daxil olub, 1 mol qaz alınıb, təsir etmir. Bərk alındı maddədir, 1 mol oksigen reaksiya daxil olub, 1 mol qaz alınıb, təsir etmir. 24-cü sual. Hansı reaksiyada təzyiqin azaldılması nəticəsində təzyiq azaldılır və tarazlıq başlanğıc maddələrin alınma istiqamətinə, yəni sola doğru yönəlir? Gəlin baxaq. Bərk alında maddədə təzyiq buna heç bir şəkildə təsir etmir. 1 mol qaz reaksiyaya daxil olur, 2 mol qaz qarışığı alınır. Təzyiq azaldılanda uşaqlar tarazlıq sağ tərəfə yönələcək. Yəni qaz halında olan maddələrin mol miqdarının çox olduğu istiqamətə. A variantı bizim cavabımız deyil. 2 mol qaz reaksiyaya daxil olur, 2 mol da qaz alınır. Uşaqlar, reaksiyaya daxil olan qazların mol miqdarları və reaksiya nəticəsində alınan qazların mol miqdarı bir-birinə bərabərdirsə, deməli təzyiq bu reaksiyaya təsir göstərmir. 2 mol qaz reaksiyaya daxil olur, 2 mol alınır, təsir göstərmir. 2 mol qaz reaksiyaya daxil olur, 3 mol qaz qarışığı alınır. Təzyiq azaldılanda uşaqlar təzyiq azaldılanda reaksiya sağ tərəfə yönələcək. Çünki qazların mol miqdarının çox olduğu istiqamətdə yönəlir. D variantda cavabımız deyil. 3 mol qaz qarışığı reaksiya daxil olur, 2 mol qaz qarışığı alınır. Təzyiq azaldılanda tarazlıq qaz qarışıqlarının mol miqdarının çox olduğu istiqamətə yönələcək. Cavabımız da oldu Y variantı. 25-ci sual. Tarazlıq SO3-ün alınması istiqamətində, yəni sağa yönəltmək üçün necə yönəltmək olar? Təzyiqi azaltmaqla. Təzyiqə gəlin baxaq. 3 mol qaz reaksiya daxil olub, 2 mol qaz qarışığı alınıb. Deməli, təzyiqi biz azaltdıqda reaksiya mol miqdarı çox olan istiqamətə yönələcək. Ona görə bir doğru deyil, bir bizim cavab deyil. Temperaturu azaltmaqla eksotermik reaksiyalarda temperatur azaldanda reaksiya sağ tərəfə yönəlir. Ona görə 2 doğrudur. Katalizator, dedim ki, katalizator tarazlığa heç bir şəraitdə təsir göstərmir. Çünki düzünə gedən reaksiyanın sürətini də artırır, əksinə gedən reaksiyanın sürətini də azaldır və yaxud da tam əksinə. İkisini də artırır və yaxud da ikisini də azaldır. Ona görə hər iki tərəfdəki reaksiyanın sürətini artırdığına görə tarazlıq dəyişmir.
dəyişmir. Olduğu kimi qalır. Yalnız 2 cavab da oldu C variantı. 26-cı sual. Reaksiyada tarazlığın NH3-ün alınması istiqamətində, yəni sağa doğru necə yönəltmək olar? Reaksiyaya 4 mol qaz qarışığı daxil olur, 2 mol qaz qarışığı olur. Təzyiqi azaltmaqla, uşaqlar, təzyiqi azaltdıqda reaksiya qazların mol miqdarı çox olan istiqamətə yönəlir. Ona görə bir bizim cavabımız deyil. Katalizator dedik ki, tarazlığa təsir göstərmir. Temperaturu azaltmaqla, uşaqlar, eksotermik reaksiyalarda temperatur azaldanda tarazlıq sağa doğru yönəlir. 3 doğru cavabdır. Yalnız 3 cavab da oldu A variantı. 27-ci sual. Hansı halda reaksiya sağa doğru yönələcək? Temperaturu artırdıqda, xeyr uşaqlar, temperatur azaldanda eksotermik reaksiyalar sağa doğru yönəlir. Daha doğrusu temperaturu azaldanda tarazlıq eksotermik reaksiya istiqamətində yönəlir. Azot monoksidi çıxartdıqda, azot monoksidi çıxardırıq, bunun qatılığı azalır, tarazlıq onda gərək sağa yönəlsin, düz deyil. Ona görə bizə nə deyir? Sağa yönəlsin. Elə cavab A variantıdır. Hər hansı bir maddənin qatılığı azalanda tarazlıq elə o istiqamətdə yönəlir. Digərləri su əlavə edildikdə tarazlıq sola yönələcək. Təzyiqi artırdıqda mol miqdarlarından asılı olaraq uşaqlar reaksiyaya daxil olub 9 mol qaz qarışığı, reaksiya nəticəsində alınıb 10 mol qaz qarışığı. Təzyiqi artırdıqda tarazlıq qaz qarışıqları az olan istiqamət, mol miqdarı az olan istiqamətdə, yəni sola yönələcək. Azot monoksid də əlavə eləyəndə yenə tarazlıq sola yönələcək. Hər hansı bir maddənin qatılığı artdıqda tarazlıq o maddənin olmadığı istiqamətə yönəlir. Davam edirik. 28-ci sual. Deyir, hansı halda tarazlıq sola yönələr? Sol olan istiqaməti istəyir. Təzyiqi artırdıqda reaksiyaya 9 mol qaz qarışığı daxil olur. Reaksiya nəticəsində 10 mol qaz qarışığı alınır. Təzyiqi azaltdıqda uşaqlar reaksiya qaz qarışıqları mol miqdarı çox olan istiqamətdə, yəni sağa doğru yönələcək. Bizə sol istəyir. A variantı yanlışdır. Azot monoksidi çıxartdıqda azot monoksidin qatılığı azalacaq. Onda tarazlıq sağa doğru yönələcək. Cavab da bizə nə istəyir? Hansı halda sola doğru yönələr? Sol istiqamətini istəyir. Cavab B variantı deyil. Tarazlıq burada da sağa doğru yönəldi. Hər hansı bir maddənin qatılığı azaldıqda tarazlıq onun istiqamətdə. Suyu çıxartdıqda, suyu da çıxardanda uşaqlar suyun qatılığı azalacaq. Tarazlıq yenə sağa yönələcək. Azot monoksid əlavə edildikdə azot monoksidin qatılığı artanda artıq tarazlıq onun olmadığı istiqamətə, yəni sola yönələcək. Cavab oldu D variantı. Temperaturu azaltdıqda da tarazlıq sağa yönəlir. Temperaturu azaldanda tarazlıq eksotermik reaksiya istiqamətində. Temperaturu artıranda isə tarazlıq endotermik reaksiya istiqamətində yönəlir. Keçirik 29-cu suala. Reaksiyası üçün doğru ifadələri müəyyən edin. Sulfat turşusunun alınması mərhələlərindən biridir. Doğrudur. Mərhələlərindən biri də SO3 alınır. SO3 də su ilə təsir edib oleum alırlar. Daha sonra sulfat turşusu alırlar. Katalitik reaksiyada katalizator iştirakında gedir. Temperaturu artırdıqda tarazlıq reaksiya məhsulunun alınması istiqamətində yönələcək. Uşaqlar, temperaturu artırdıqda demişdim ki, eksotermik reaksiyalarda temperatur artanda reaksiya əksinə yönəlir. Temperatur azaldanda isə reaksiya eksotermik reaksiya istiqamətində yönəlir. Temperatur artıranda isə burada mənfi Q var da, endotermik reaksiya istiqamətində yönəlir. Məhsulun alınması yox, başlanğıc maddə istiqamətinə yönəlir. 3 yanlışdır, 1-2 cavab da oldu C variantı. Deyir ki, 30-da yenə doğru ifadələri müəyyən edin. Sulfat turşusunun alınması mərhələlərindən biri doğrudur. Katalitik deyil, yanlışdır. Uşaqlar, katalizator iştirakında gedir. Dedim ki, dönər reaksiyalara katalizator təsir eləmir. Bu reaksiyanın sürətini artırdığı kimi bu reaksiyanın da sürətini artıracaq onsuz. O ayrı. Amma katalizator, yəni tarazlığa təsir göstərmir. Reaksiyanın sürətinə təsir göstərir. Hər iki tərəfdə reaksiyanın sürətini artırır. Hər iki tərəfdə reaksiyanın sürəti artanda tarazlığa heç bir təsir göstərməyəcək ki, tarazlıq olduğu kimi qalacaq. Temperaturu artırdıqda tarazlıq sola yönəlir. Temperaturu artırdıqda bəli, tarazlıq sola yönəlir. Çünki bu istiqamətdə eksotermik reaksiyadırsa, onda əksinə istiqamətdə də reaksiya endotermik reaksiyadır. SO3-ün parçalanma reaksiyası. Deməli, temperaturu azaltdıqda tarazlıq endotermik reaksiya istiqamətində yönəlir. Yəni sola. 3 də doğrudur. Cavab 1, 3, yəni D variantı. İndi keçirik 31-ci suala. Hansı reaksiya təzyiqin artması zamanı tarazlıq sağa yönələcək? İlk öncə gəlin qaz qarışıqlarının mol miqdarını müəyyən eləyək. Karbon bərk haldadır, onun molu bizə lazım deyil. 1 mol karbon qazı reaksiyaya daxil olur, 2 mol da qaz alınır. 2 mol qaz qarışığı reaksiyaya daxil olunur, 2 mol qaz alınır. 4 mol qaz qarışığı reaksiyaya daxil olunur, 2 mol qaz alınır.
Deməli, təzyiq artırılanda tarazlıq qaz qarışığının mol miqdarı az olan istiqamətə yönəlir. Yəni tarazlıq yönələcək sola. Ona görə 1 bizim cavabımız deyil. Hər ikisində 2 olduğuna görə təzyiqin dəyişməsi tarazlığa təsir göstərməyəcək. Təzyiq artıranda dedim ki, qaz qarışıqlarının mol miqdarı az olan tərəfə yönəlir reaksiya. Ona görə sağa yönələcək. Cavab da oldu yalnız 3, yəni D variantı. 32-ci sual. Hansı reaksiyada Porşeni bir vəziyyətindən 2 vəziyyətə gətirdikdə kimyəvi tarazlıq başlanğıc maddələr tərəfə yönələr? Uşaqlar, Porşen baxın. Başlanğıc maddə. Burada bizə lazım olan təzyiqdir. Qabın həcmi, baxın görürsünüz də, qabın həcmi çox sıxdır. Daha sonra porşeni qaldırıblar, qabın həcmi artıb. Qabın həcmi artanda uşaqlar təzyiq azalacaq. Hardan bildim? Çünki qaz qarışıqları burada bir-birlərini sıx yerləşiblər də. Daha sonra porşeni qaldırır, qaz qarışıqları seyrək yerləşməyə başlayır. Qaz qarışığının mol miqdarı dəyişmir ki, onun içərisindəki təzyiq dəyişir. Təzyiq azalır. Qaz qarışıqlarının divara göstərdiyi təzyiq azalır. İndi təzyiq azalanda deyir ki, başlanğıc maddələr olan tərəfə yönələr, yəni sol istiqamətində yönələr. Gəlin qaz qarışıqlarının mol miqdarına baxaq. Karbon bərk maddədir. Bərk maddənin təzyiqindən söhbət gedə bilmir. 1 mol qaz reaksiyaya daxil olur, 2 mol qaz alınır. 2 mol qaz daxil olur, 2 mol qaz qarışığı alınır. 3 mol daxil olur, 2 mol alınır. 2 mol daxil olur, 2 mol alınır. Karbon bərk lazım deyil. 1 mol qaz reaksiyaya daxil olur, 1 mol da qaz alınır. Reaksiyaya daxil olan və reaksiya nəticəsində alınan qaz qarışıqlarının mol miqdarı bir-birinə bərabər olarsa, onların təzyiqindən söhbət gedə bilməz. Ona görə B variantının təzyiq dəyişəndə olan tarazlığın dəyişməsindən söhbət gedə bilməz. D variantı və Y variantında təzyiq dəyişəndə tarazlıq dəyişmir. İndi bizə deyir ki, təzyiqi azaldaq. Təzyiqi azaldanda demişdim ki, reaksiya qaz qarışıqlarının mol miqdarı çox olan tərəfə yönəlir. Yəni bu istiqamətdə yönələcək təzyiq azalanda. Bu bizim cavabımız deyir ki, sola yönəlsin. Başlanğıc maddə alınan tərəfə. Bir də variant qaldı, o da C variantı. 3 mol, 2 mol. Deməli, təzyiq azalanda reaksiya qaz qarışıqlarının mol miqdarı çox olan istiqamətə yönələcək. Cavab da olacaq C variantı. 33-cü sual. Hansı hallarda təzyiqin azaldılması, yəni təzyiq azaldılanda tarazlıq reaksiya məhsullarının alınması istiqamətində, yəni sola doğru yönələcək. Gəlin baxaq. Reaksiyaya 4 mol qaz qarışığı daxil olur, 2 mol qaz alınır. Daha sonra reaksiyaya daxil olur 2 mol qaz, 4 mol qaz qarışığı alınır. Kükürt bərk haldadır. Bərk maddələrin təzyiqindən söhbət gedə bilməz. 1 mol hidrogen daxil olur, 1 mol qaz qarışığı alınır. 3 mol qaz reaksiyaya daxil olur, 2 mol qaz qarışığı alınır. Deməli, təzyiq azaldılanda 3-cü reaksiyada uşaqlar təzyiq azaldılanda da, artırılanda da tarazlığa heç bir təsir göstərməyəcək. Keçirik birdən baxmağa. Təzyiqi azaldanda demişdim ki, tarazlıq qaz qarışığının mol miqdarı çox olan istiqamətə yönəlir. Yəni yönələcək sola. Bir doğrudur. Daha sonra 2'də çox olan istiqamət sağdır, yanlışdır. 3'də də çox olan istiqamət soldur. 4'də də çox olan istiqamət soldur. 4 də doğrudur. Cavabımız oldu 1, 4. Yəni belə bir variantımız yoxdur. Çünki bizə deyir ki, məhsulun alınması istiqaməti, yəni sağa olan istiqaməti istəyir. Sağa yönələn də yalnız 2 oldu. Cavab da oldu B variantı. Niyə sola yazmışıq hal-hazırda onu düşünürəm. Yəqin mexaniki səhvlik olub. Məhsulun alınması istiqamət sağdır uşaqlar. Sağa yönələn də yalnız 2'dir. Cavab da oldu B. 34-cü sual. Hansı reaksiyada təzyiqin azaldılması tarazlığın məhsulların əmələ gəlmə istiqamətində, yəni sağa yönəldəcək? İlk öncə gəlin qazların mol miqdarını yazaq. Ferium bərk halda maddədir. Bunun təzyiqi bizə lazım deyil. 4 mol qaz reaksiyaya daxil olub. Reaksiya nəticəsində də 4 mol qaz qarışığı alınıb. Təzyiqin dəyişməsi tarazlığa heç bir təsir göstərməyəcək. Çünki reaksiyaya daxil olan qazların mol miqdarına reaksiya nəticəsində alınan qazların mol miqdarı bərabərdir. 1 heç doğru cavab deyil. Keçirik 2-yə. 0, deməli 0 mol qaz reaksiyaya daxil olub. Çünki bərk halda maddədir. Reaksiya nəticəsində 1 mol qaz alınır. 3-cü tərəfə keçirik. Deməli 5 mol qaz reaksiyaya daxil olub. Reaksiya nəticəsində 4 mol qaz alınıb. Təzyiq azaldılanda uşaqlar, ikinci reaksiyaya baxın. Təzyiqi azaldanda reaksiya qaz qarışıqlarının mol miqdarı çox olan tərəfə yönəlir. Yəni tarazlıq yönələcək 2'də yönələcək sağa doğru. 2 bizim doğru cavabımızdır. Keçirik 3'ə baxmağa.
Təzyiq azaldılanda tarazda qaz qarışıqlarının mol miqdarı çox olan tərəfə yönəlir. Yəni yönələcək sola. 3 yanlışdır. 3 bizim cavabımız deyil. Yalnız 2 cavab da oldu A variantı. 35-ci sual. Hansı hallarda təzyiqin artırılması tarazlığın məhsulların alınması istiqamətində, yəni sağa doğru yönəldəcək? Gəlin bir-bir reaksiyalarda qaz qarışıqlarının mol miqdarına baxaq. Ferium 2O3 bərk halda maddədir. Onun təzyiqi bizə lazım deyil. Deməli reaksiyaya 3 mol qaz daxil olur. Reaksiya nəticəsində 3 mol qaz ayrılır. Bunun deməli burada birinci reaksiyada təzyiqin dəyişməsi tarazlığın yer dəyişməsinə səbəb olmur. İkinci reaksiyaya 4 mol qaz daxil olur. 2 mol qaz qarışıq alınır. Üçüncü reaksiyada 5 mol qaz daxil olur. Reaksiya nəticəsində 4 mol qaz alınır. Tarazlıq artırılanda, deməli təzyiq artırılanda tarazlıq qaz qarışıqlarının mol miqdarı az olan istiqamətə, yəni yönələcək sağa. 2 doğrudur. Keçirik indi 3'ə baxmağa. Təzyiq artırılanda tarazlıq qaz qarışıqlarının mol miqdarı az olan tərəfə, yəni sağa yönələcək. Onda 3 də doğrudur. 2, 3 cavabımız da oldu. C variantı. 36-cı sual. Reaksiyaya daxil olan və alınan maddələrin qatılıqlarının zamandan asılı qrafikinə əsasən hansı ifadələr doğrudur? Reaksiya dönər reaksiyadır. Xeyr, dönər reaksiya deyil. Uşaqlar, dönər reaksiyada heç bir maddə gəlib sona çatmır. Əgər hər hansı bir maddə gəlib qrafikdə 0 nöqtəsinə çatıbsa, deməli tamamilə sərf olunub. Dönər reaksiyalarda yəni hər iki tərəfdəki maddələr tamamilə sərf olunmur. Reaksiya deməli maddə tamamilə sərf olunubsa, deməli həmin maddə qutarıb da həmin reaksiya necə dönər reaksiya olsun. Reaksiya axıra qədər gedir, doğrudur. T1 anında reaksiyanın sürəti 0-a bərabərdir. T1 anında uşaqlar artıq reaksiya sona çatmış olur. Reaksiyanın sürəti 0-a bərabər olur. Yəni başlanğıc maddələrə görə hesabladıqda zamanı, başlanğıc maddələrə görə sürəti hesabladıq. Başlanğıc maddə qutarıb, qatılıq qutarıb, deməli reaksiyanın sürəti oldu 0-da, reaksiya dayandı. 2 ilə 3 doğrudur. Cavabımız da oldu B variantı. 37-ci sual. Parçalanma reaksiyasının sürətinin zamandan asılı qrafikinə əsasən nə doğrudur? Reaksiya axıra qədər gedib, bəli, 0 nöqtəsinə gəlibsə axıra qədər gedib. Dönər reaksiya deyil. İlkin maddə T1 anında tam sərf olunur. Bəli, T1 anında reaksiyanın sürəti 0-a düşür. Reaksiyanın sürəti 0-a düşübsə, yəni reaksiya dayanıb. İlkin maddə tam sərf olunub, reaksiyada qutarıb. Ona görə 1, 3 cavab da oldu Y variantı. 38-ci sual. Reaksiyaya daxil olan və alınan maddələrin qatılıqlarının zamandan asılı qrafikinə əsasən hansı ifadələr doğrudur? Reaksiya axıra qədər gedir. Xeyr, reaksiya axıra qədər getmir. Çünki heç bir maddə gəlib 0-a çatmayıb. Hər bir maddədən artıq qalan mol miqdarı var və onlar da yenidən reaksiyaya daxil olacaq. Bu reaksiya dönər reaksiyadır. T1 anından etibarən düzünə və əksinə gedən reaksiyaların sürətləri bərabərləşir. Uşaqlar, düzünə gedən və əksinə gedən reaksiyanın sürəti bərabərləşir, doğrudur. Hardan yəni doğru olduğu qənaətinə gəldik? Uşaqlar, qatılıq sabitləşir də, qatılıq artıq sabit qalmağa başlayır. Yəni T1 anında reaksiyaya sərf olunan qatılıq, T2 anında reaksiyaya sərf olunan qatılıq, hər ikisində qatılıq artıq sabitdir. Deməli, reaksiya tarazlıq halındadır. Reaksiya tarazlıq halındadırsa, reaksiyaya daxil olan maddələrin düzünə gedən reaksiyanın sürəti əksinə gedən reaksiyanın sürətinə bərabərdir. Ona görə 3 doğrudur. Desən özümü tam ifadə eləyənmədim, bir daha deyirəm. Uşaqlar, müəyyən müddət reaksiya gedir. T1 anına gələndə hər ikisinin qatılığı sabit qalmağa başlayır. Yəni artıq düzünə gedən reaksiyanın sürətinə əksinə gedən reaksiyanın sürəti bir-birinə bərabərləşib tarazlıq halı yaranır. Qatılıq sabit qalıb heç bir tərəf daha reaksiya aparmır. Daha tarazlıq halını pozmaq lazımdır. Hər hansı bir maddə əlavə eləmək lazımdır ki, tarazlıq öz istiqamətini dəyişsin. Qatılıqlar hər iki tərəfdə sabitsə, deməli tarazlıq halı yaranıb. Heç bir maddə daha nə reaksiyaya daxil olur, nə də əmələ gəlir. Ona görə T1 anında düzünə və əksinə gedən reaksiyaların sürəti bərabərdir. Çünki tarazlıq halı baş verib. 2-3 cavab da oldu B variantı. 39-cu sual. Dönən reaksiyaya aid düzgün qrafiki izahı. Dönən reaksiya 2 xətti kimyəvi tarazlıq halını göstərir. Doğrudur, 2 tarazlıq halını göstərir. Bir əyrisi parçalanma reaksiyasının sürətinin zamanı, xeyr uşaqlar, birləşmə reaksiyasının. Çünki birləşmə reaksiyasında hər hansı bir başlanğıc maddə olur. Həmin başlanğıc maddə birləşir və reaksiya məhsulunu əmələ gətirir. Ona görə bir əyrisi başlanğıc maddənin, yəni
birləşmə reaksiyasının zamanaltı qrafikini ifadə edir. Üç əyrisi, bəli, üç əyrisi parçalanma reaksiyasının zamanaltı qrafikini ifadə edir. Hətta bu sualı bayaqda bu sualda işləmişdik. Cavabımız oldu 1, 3, yəni oldu Y variantı. 40-cı sual. X deməli reaksiyanı verib, deyir dönən reaksiyaya aid qrafikin düzgün izahını verin. İki xətti tarazlıq halını bildirir, doğrudur. Bir əyrisi birləşmə reaksiyasının sürətini bildirir, doğrudur, bayaq dedim. Üç əyrisi birləşmə, xeyr uşaqlar, üç əyrisi parçalanma reaksiyasının sürətini bildirir. Artıq parçalanma reaksiyasına baxın uşaqlar, x üzərinə gəlinsin, baxın burada elə yazıb reaksiyanı. X üzərinə gəlsin XY maddəsi əmələ gəldi. Reaksiyanın qrafiki uşaqlar onsuz da oldu bu şəkildə. Reaksiyaya girən maddələrin sürəti reaksiya nəticəsində alınan maddənin sürəti. Axı bu reaksiyanı biz tərsində də yaza bilərik. XY parçalaya da bilərik. X üzərinə gəlsin Y alınar. Reaksiyanın qrafiki yenə bu şəkildə olacaq uşaqlar. İlk öncə XY əmələ gəlir, sonra parçalanır da. Ona görə qrafikdə 3 parçalanma reaksiyasının əyrisidir. 1 isə birləşmə reaksiyası. Ona görə cavabımız oldu 1, 2, yəni oldu C variantı. Belə uşaqlar, bugünkü dərsimiz bu qədər. Bugün sizlərlə kimyəvi reaksiyaların sürəti, kimyəvi tarazlıq bölməsinin, kimyəvi tarazlığa təsir edən amillər mövzusundakı 1-dən 40-a qədər olan sualları izah etdim. İnşallah gələn dərslərdə görüşənədək özünüzə yaxşı baxın. Allaha əmanət olun. Sağ olun.